Hər vaxtınız xeyir olsun. Kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla çox dadlı, ləzzətli qazmağın hazırlama qaydası olacaq. Xəmirin hazırlamaq üçün yarım çay qaşığı duz, 1 yemək qaşığı qatıq götürmüşəm. Üzərinə 3 yemək qaşığı kərə yağı əlavə edirəm. Kərə yağın duru yağla da əvəz etmək olar. Bir ədəd yumurta əlavə edirəm. Çırpıcı ilə qarışdırıram. Unu az-az əlavə edib xəmir yoğururam. Təxminən 1 dolu stəkan və 2-3 xörək qaşığı un gedir. Əgər sıyıq olarsa unun miqdarını artırmaq olar. Ələ yapışmayan yumşaq xəmir alındı. Kündəni hazırlayıb dəzgaha kündənin üzərinə un səpib yayıram. Çox nam-nazik yaymağa ehtiyac yoxdur. Təxminən yarım santı nazikliyində yaysanız bəs edər. Qalınlığı bu cür olmalıdır. Fiqurlu kəsən yardımı ilə kəsirəm. Adi stəkanla da kəsmək olar. Kənarlardan çıxan hissəni yenidən kündə hazırlayıb yayacağım. Qazanı əvvəlcədən isitmişəm. İçərisinə biraz duru yağ əlavə edib gözləyirəm ki, yağ tam isinsin. Qazmaqları qazanın dibinə düzürəm. Temperaturu azaldıram. 2-3 dəqiqə qazmaq qazanda qaldıqdan sonra düyünü əlavə edib plovu hazırlaya bilərsiniz. Gördüyünüz kimi artıq aşın qazmağı hazırdır. Görürsünüz, çox gözəl görünür. Hər biri çox gözəl qızarıb. Dadına söz ola bilməz. Hər kəsə bu üsulu mütləq sınamağı tövsiyə edirəm.